Alo. Alo. Hə bacı. Gələm. 20 dəqiqəyə gəlib götürürəm də. 100% gələcəm də, dedim gələm də. Yaxşı. Şəbəbəb dübəb. Nefsi genel dostum. Neyi? Kişinin başına iş gələr. Bəs Nefti Hazar Çempion Liqasında çempion olacaq. Haçan ki sən, bir də sənin məşqdəki yoldaşların müəllimin sözünə qulaq asacaqlar. Müəllimin dediklərini eləyəcəklər. Bax onda məhsiz cavan uşaqlar Neftçini qabağa aparacaq. Bütün günü fikrimiz, zikrimiz ancaq futboldur. Dərslərini pis oxuyur. Qiymətləri çox aşağıdır. Bəlkə futbola biraz fasilə verəsən? Əziz, dəyərli, hörmətli, futboldan anlayışı olmayan bacım. Bax gələcək, Azər dünyanın ən yaxşı futbolçusu seçiləcək. Qızıl topa sahib olacaq. Və onda nəinki sən, hətta bizim bütün nəslimiz, qohum əqrəbəmiz mənlə Azərə çox sağ ol deyəcək. Uşağa dəstək olmaq lazımdır. Bura bax, elə eləməklə ki, ayağı buradan bir dəfəlik kəsim ha. Azərin üzünə həsrət qalarsan. Bununla da bizim verilişimiz sona çatdı. Sağ olun, salamat qalın. Getdik. Sən heç vaxt ağıllanan deyilsən də. Yaxşı yadıma düşdü. Atasına deyərsən ki, məşqdən özü götürsün. Mən işə getməliyəm. Sağ ol. Ura Bakı, her gün eyni şey, eynidir her şey. Bakı, akşamüstü gel şehirde görüşey. Her gün eyni şey, eynidir her şey. Bakı, imkan vermir bizde değişey. Ura Bakı, Ura Bakı, Ura Bakı, Ura Bakı. Açıldı səhər, mən ayağa durdum bir dəhər. Cibdə 5-10 manat qalıb, bəlkə bugünün məvəsində. Dəyişilməzdi bu əkidə, necə gəlibdi elə də gedə. Sifətdən yağır zəhər, əsəddə yenə getir hədər. Bu şəhər oyundu zər ataq, rənq ataq. Dur həyatını rensə sal, raqqadak, şaqqadak. Hər şeyi var öz adı, rüşvət deyil şapqadı. Şap elə bilir şupdadı, şup elə bilir şapdadı. Şap elə bilir şupdadı, şup elə bilir şapdadı. Nə şapdadı, nə şupda, yaman taraf durubda. Şap elə bilir şupdadı, şup elə bilir şapdadı. Nə şapdadı, nə şupda, yaman taraf durubda. Ura Bakı, hər gün eyni şey, eynidir hər şey. Sabahın xeyr. Sabahın xeyr. Necəsən, nə var, nə yox? Heç nə, işdə bir iş adamıyla görüşüm var. Deyirlər, çox imkanlı şəxsdir. Lap yaxşı, nə məsələdir ki? Nə bilim, təzə yeni ticarət kompleksinin layihəsini təqdim edəcəm. Yaxşı təsir bağışlasam, 100% bu ya toy eləyəcəm. Sən nə edirsən, necəsən? Heç nə, teatrdayım, kasting keçirdim. Heç nə, bizimkilərlə Gollywood'dakilər kino çəkirlər. Mənə də tapşırıq var ki, bir dənə normal aktyor tapım, Azərbaycandan göndərim Gollywood'a. Belə başa düşdüm, Azərbaycanda kino industriya işıq sürəti ilə inkişaf eləyir. Əli, söhbəti yox. Axşam nə edirsən? Boşluqdur, nə eləməksən? Deyirəm, bəlkə bir gün axşam bir də kosmosa gedək. Dedim axı səni mənə belə şeylərə görə narahat eləmə. Yaxşı da, uzatma gedəm. Bəlkə bir dənə deyək axşam kosmosa. Mənə verəndə dedi ki, 2 tüstü vurun bəs eləyəcək. Yox! Saat 5-də həmişəki yerdə, yaxşı? Gecikməyə amma. Gəlməyəcəm. Öpürəm sən. Mən gəlməyəcəm! Sən 100% gələcəksən. Xoş gördük Teymur müəllim. Salam Sevinç. Bugün kastinqə 478 nəfər gəlib. Onlardan 268 oğlandır, 210-u qız. Əməlli başda işimiz var gibi. Əlbəttə var. Sabah Gollywooddan nümayəndə gəlir. Aktyoru seçmək lazımdır. Vaxtımız çox azdır Teymur müəllim. Teymur müəllim? Bir də mənə bax diqqətlə. Bu boyda müəllim o var. Müəllim bu boyda o var. Bu boyda yox.
Yaxşı, vaxtımız azdır, başlayaq. Getdi! Baş üstə. Bağlanıb gözlərim, donubdur dilim. Ağrıyır ayağım, qulağım, belim. Eşqinə möhtacam mənim sevgilim. Gətir odunu, yandır ocağımı. Bu gecə yuxuda səni görmüşəm. Səni mən yuxuda çox gözləmişəm. Hər tərəf, hər yer yanır, mən tək sönmüşəm. Gətir odunu, yandır ocağımı, yandır ocağımı. Bitdi? Bəli, bitdi. Yaxşı yox, yox. Necə? Belə yanı yox. Bəyən məndən yaxşıları gələcək, hə? Özüm kimi şairi yoxdur bu ölkədə. Qardaş, sənin neçə yaşın var? 28, necə bəyəm? Sən utanmırsan? Necə bəyəm? Sən bu şehrin hara getmək istəyirsən? Əlbəttə ki, Qalibuda. Qalibuda. Adın nə oldu sənin? Nadir. Nadir qardaş, sən bu şehirlə maksimum 96 nömrəli avtobusa minib Biləcəriyə gedə bilərsən. Yaxşı yox. Mən başa düşə bilmirəm. Siz məni niyə təhqir edirsiniz? Ay kişi, mən səni Qalibuda apara bilmərəm. Bu şehir müsabiqəsidir. Bu kinodur, kino. Bu kino ki var, bu çox qəliz bir məsələdir. Həm qəlizdir, həm də ki vacib. Dünyada görünən qədər məşhur aktyor var. Johnny Depp, Leonardo DiCaprio, Al Pacino, Robert De Niro. Onlar şehir demir, onlar aktyordur. Sən onlar kimi aktyor olmaq istəmirsən? Ya, mən şair olmaq istəyirəm. Sən istəmirsən ki, səni Fransada, İtaliyada, Almaniyada, İngiltərədə, nəinki bütün Avropa, bütün dünyada tanısınlar? Xeyr. Düz deyirsən. Sən elə tanımasalar yaxşıdır. Bas bayra. Necə? Bayra! Bu ticarət kompleksinin ən böyük üstünlüyü ondan ibarətdir ki, bu kompleks şəhərdən kənarda yerləşir və bu kompleks istiqamətdə gedən yollarda nə tıxac və bir başqa narahatçılıqlar ola bilməz. Bir dəqiqə, üzüstü. Alo. Salam Eloğlu, salam. Nədəsən Eloğlu? Nağaçsan, nədəsən, neynirsən? Sağ ol, şükür baba, şükür baba. Sağ ol. Biz istana, mənəm dana, nə qaracam? Arvadı göndərmişəm Dubaya. Məşuqəmi də göndərmişəm rəfiqələri ilə Maldiv adalarında dincəlirlər orada. Sən nə qarsən, neynirsən? Özüm də necə deyərlər Bakıda o qayıbuyum, onunla dincəlirəm, hə? Problem? Nə problem, hə? 1000 manat? Ayıf da, 1000 manat nə vaxtdan mənim üçün problem olub, hə? Sən el oğlusan, ya, 1000 manat nə problem olub? Hə? Sabah bu vaxtı zəng elə, görüşək. Hə? Sabah bu vaxtı bu nömrəyə zəng elə, görüşək. Oldu, qadan alıb, öpürəm. Bir salamat qal, oldu. Oldu, deyəm, yıxdana bu. Qaqa, biraz görürəm, geyimindən, keçimindən savaqlı oğlansan. Çox sağ ol. Duxuz ad vırmısan, belə savaqlı oğlan olsun. Çox sağ ol. Qaqa, bir dənə bu danışdığın kompleksdir, tıxacdır, sakinlərdir. Mənim burada xeyrim nədir, mənim xeyrim nədir burada? Bu kompleksin tikilməsi üçün bizə cəmi 15 milyon ABŞ dolları lazımdır. Və bu kompleksdən bütün Avropanın irəlidə gedən şəhərlərində var. Nəyə görə də bizim sakinlərdə belə bir fürsət olmasın? 15 milyon. 15 milyon. Deyək, bax ki, sənin bu 15 milyon desələ mi? Bəli, 15 milyonu bu kağız üzünə yazdıq. Yazdıq, Elə mi? bəli. Hamı, necə deyərlər, razı qaldı, sakinlər də razı qaldı. Sən məni başa düşmürsən, mən razı qalmayayım, mənim xeyrim. Əslində siz məni düzgün başa düşmədiniz.
kağızda yazırıq da 15 milyon. Mən bu kompleksi cəmi 2 ilə Avropa standartlarına uyğun 8 milyon ABŞ dollarına tikəcəm. Başım gəldi. Nəyə gülürsən? Mən bilirdim ki, sən gələcəksən. Sən niyə görə belə həyat dərsi seçmirsən özünə? Mənə baş sala bilərsən? Necə? O rahat həyatını yaşa da. Gələ elə hər dəfə mütləq cürə-bəcürə hadisələr gəlsin başına. Sən məni başa düşə bilmərsən. Həyat çox maraqsızdır. Həyatı maraqsız özün eləyirsən. Həyat özüm maraqsızıyım. Nə edirəm ki? Sizə mən başa sal da. Sən axı bilirsən ki, narkotik heç kəsin ağrını yaxşı eləməyib. Sən belə danışanda mən əsəbimdən patlayıram, Belə danışırsan ki. Gör, mən neynirəm ki? Ot deyil. Hər dəfə boltu çəkəndən sonra bizim başımıza hadisələr gəlir. Nə hadisə? Axırıncı dəfə yadından çıxıb, Nə oldu ki? yadıma sal. Salam qardaş. Salam. Qardaş necəsən? Sağ ol qardaş. Tanıdın bizi? Yox, siz kimsiniz ki? Yadıma gəlir, dünən axşam biz səndən bir qalabqa şey götürdük. Yadıma gəldi. Nə oldu? Xoşunuza gəlmədi? Yox, qardaş, xoşumuza gəldi, zardır. Usta, dünəndən həyətdən çıxa bilmirik. Kömək eləyə bilərsən çıxaq? Kişi kimidir, sən ən çox əsəbləşdirən nə oldu? Bizim həyətdən çıxa bilməməyimiz, yoxsa həyətdə gizdanpaç oynamağımız? Mən ən çox bütün situasiyalarda sən əsəbləşdirsən, Cemal. Deyirəm bəlkə bir nə? Spappi. Başa düşmədim. Bəlkə bir nə? Düşdü. Gələndə dedi ki, bomba şeydir. Spappi. Yox, yox, yox. Dəli. Gəl, tez elə. Hoppa, hərifə işi. Hə, bəsdir. Bəsdir? Mən də bəsdir o. Kütüstü? Mən də küçüsü yaxşıyam da. Özün bilərsən. Bəlkə sənə də bəsdir. Oy, bu nə la? Dima. Dima. Oy. Yaxşısan? 100%. Hey. Hop. Dima. Mən ölmüşəm. Həri, ölmüsən. Bu dəqiqədə o biri dünyaya sərhədi keçirsən. Mənim pasportum yoxdur axı. Hadi gic danışma, dur görüm ha, qorxutdun bizi.
axşam bir dənə dostum var, Tony. Ad gündür, bağda eləyir. Gəlib deyib təbrik eləyər. Gedək, bir söz demirəm. Amma biraz tez çıxaq. Çox oturmayaq. Başım xarabdır. Bizə nə qədər qız olacaq orada? Olsun da qızlardan mənə nə? Sən belə danışanda mən əsəbləşirəm də. O nə deməkdir? Cəmaət qıraqdan baxın pis şey başa düşər. Qızlar deyir kimi sən mənə nə? Qıraqdan baxan desin də, mənə onların fikri maraqlı deyil. Mən bir nəfəri sevirəm, başa düşürsən? O sev də. Mən səni demirəm ki, sevmə. Amma gör nə qədər ətrafda qızlar var. Biraz onlara da vaxt ayırmaq lazımdır da. Sən bilmirsən sevgi nədir. Ona görə də başa düşmürsən. Mənə çatmır da sizin bu eşq, məhəbbət, sevgi, nə bilmə, mənlik də. Acan. Hardasan? Tima ilə anam. Tima ilə? Uf! Yenə Tima ilə, Tima. Nə qədər olar Tima? Ay Fərhad, sənə 1000 dəfə demişim, o Tima bizim aramızı vuracaq. Eşidirsən məni? O da bizim aramızı vursa, bilirsən də səni düşürəcək. Tima da sənə salam deyir. Yaxşı eləyir. Neyinirsiniz? Heç nə oturmuşuq, çay içirik. Sən neyinirsən canım? Mən də evdə oturmuşam. Sənin üçün o qədər çox darıxmışam ki. Can, mən də sənin üçün çox darıxmışam. Onda görüşəcəyik bir gün. Çalışacağım ki, gəlim görüm səni. Sadəcə olaraq Timanın bir dənə dostu var, onun ad günüdür. Tez gedib təbrik edib çıxıb gələcəyik. Qızlar da olacaq orada, hə? Yo, əzizim, nə qızlar, ancaq oğlanlar. Bir də evdəkiləri. Yaxşı balam. Öpürəm səni. Haramla? Yaxşı da yanımda adam var. O adam deyil, o Timadır. Haramla öpürsə məni. Burnundan. Burnumdan? Burnundan. Eşitmirəm. Yaxşı balam, eşidirsən məni? Mən sənə zəng eləndə telefonu götür ha. Yaxşı, sağ ol. Davay, baka balam. Yaxşı can. Sən ondan qorxursan. Ha, mən ondan qorxmuram, mən onu itirməkdən qorxuram. Bu isə ayrı-ayrı şeylərdir. Sən ondan qorxursan. Onda nöş belə danışsan oyunun danışanda. Ay uçi. Ay uçi puti. Ay muci. Biraz kişi kimi danışdı o. Biz bir-birimizi sevirik. Sən kimilərsə bizə baxıb paxıllıq eləyir. Nə? Paxıllıq? Sənin başın qaçıb ya. Paxıllıq nə? Sənin belə sevgilin yoxdur, mənimsə var. Ona görə də ürəyim partlayır. Heç mənə lazımdır. Mənə lazımdır. Heç mənə lazımdır. Bu bizim hərbi hazırlıq müəllimimiz deyil, Dadaş müəllim. Olsun da. Dur gedək kişi ilə salamlaşaq. Yox, biraz Dadaş müəllim çatır. Dur. Dur gedək salamlaşaq kişi ilə. Yan lan. Oho, görün mən kimləri görəm. Salam Dadaş müəllim. Nə var, nə yox? Çox sağ ol. Sən necəsən Dadaş müəllim? Salamatçılıqdır. Böyük iki kişi olmuşsa, necə o vaxt da bir yerdeydiniz, indi də bir yerdəsiniz. Halaldır sizə. Zaki, bunlar mənim tələbələrim olub. Hərbi dərsi demişəm məktəbdə ikisinə də. Özün necəsən, Dadaş müəllim? Yaxşılıqdır. Pensiya çıxmışam, amma hal-hazırda şəxsi işim var. Yavaş-yavaş dolanıram da. Yəni o vaxt məktəbdən kompüterlə oxuyub məktəbə satdığın kimi fırlansan? Sən də dəyişilməmsən ha, keveyenşik. Zarafatlarından da heç qalmırsan. Ha, sən mənə bir ciddi işlə məşğul olursan? Yoxsa yenə də o məktəb vaxtlarındakı kimi qızları yığırsan, nağıl danışırsan onlara? Sən necə? Dolarıq da. Məktəb vaxtı deyirdim, qabağa gedəcəyəm, elə eləyəcəm, belə eləyəcəm. Min şükür, yaxşıdır hər şey Dadaş müəllim. Halal sizə, halal. Çox sağ ol Dadaş müəllim. Biz gedək. Hara gedirsiniz? Oturun bizi ilə. Oturun. Yox, gedək Dadaş müəllim. Ulan, sən mənə yaxşı qulaq. Mənim səninlə bir ciddi işim var. Deməli, Bakı şəhərində kimliyindən asılı olmayaraq, kimsə sənin xətrimə deyilsə, problem yaratsa, mənə zəng vurun. Dadaş müəllim 6 sekund oradadır. Bu da ki mənim vizitkam. Çox sağ ol Dadaş müəllim. Can, mütləq zəng eləyəcək. 6 sekund oradayam ha. Yaxşı Dadaş müəllim, biz gedək. Dadaş müəllim, şalma, dönər, belə 6 sekund gətirə bilərsən? Apar. Fikir vermə də Dadaş müəllim. Sağ ol. Fikir vermə. Yaxşı ol. Sağ ol ay Dadaş müəllim. Sağ ol. Sən öldürmüsən özünü. Vacib idi oyna oturub yarım saat belə tənə vurmağımızda bizim orada. Sən özünü adam kimi apara bilmirsən də. Gör neçə ildir kişini görmürük. Baxma da Dadaş müəllimdir də. Dadaş müəllimdir də. Dadaş müəllim, davayım bozat deyil bə ya. Baxma, düş.
Çıkarttı. Benzin vurmaq lazım. Ver da. Don't stop the music. 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 Go jam, get on up. Tell me, baby, deep down it feels so good. Mən sən deyirdim benzin vurmaq lazımdır. Mən də səni dedim vurarım da. Sən həmişə belə eləyirsən. Sənə görə başımıza min oyun gəlir. Amma mən neylədim ya? Necə neynədin? Sən mənim yadıma salmalıydın. Sənsə salmadın, maşında hoppanıb düşürsən. Hoppanıb düşməkdən sən danışma. Görsən maşın sürəsi oynamırdın belə. Mən? Yo, mən. Qaçan ola! Yaxşı, mən elimdə istəyirəm. Neyniyək? Neyniyəcək? Zəng elə evakuatora, mən də zəng eləyim taksiyə. Çaqotdin biri, çaqotdin. Eləmə maşına belə. Sağ ol, Tony. Sıxma. Sağ ol. Dayanın. Bugün bizim Tony qardaşımızın ad gündür. Hayır. Təbrik edirik onu. Tony qardaşdır. Əli. Tony'dan digər. Tony sağlığına. Sağ ol, Tony. Bunu da içək Tony'nin sağlığına. Çünki Tony qardaşdır. Sima, bura lap dəlxanadır ki. Əsl bizim yerimizdir. Bunlar ara tələsirlər belə. Hara tələsicəklər. Tony'ni təbrik eləmək. Gələk bizi təbrik eləyək. Nə olmusan? Kitab. Aldığın hədiyyədən tutarsan? Yadda saxla. Əsas hədiyyə deyil. Əsas hədiyyəni necə təqdim eləməkdir. Getdiyini görəcəksən. Tony, o gün mübarək gəl. Çox fikirləşdim nə hədiyyə edeyim sənə. Qərara gəldim ki, BMW Simörka sənə alım. Bu da sənə açıqlar. Üzürlü hesab elə, əlim biraz aşağıdır. Ad gün mübarək. Keç, amma oradadır. Salam, Tony. Açığı çox fikirləşdim. Bilmirdim sənə nə hədiyyə alım. Amma axırda qərara gəldim ki, sənə 3 otaqlı, şəhərin mərkəzində bir dənə gözəl təmirli ev hədiyyə edeyim. Buyur, Tony. Ad gün mübarək. Çox sağ ol, keç. Xoş gəlmişsin. Mənim əziz, dəyərli və ən çox sevdiyim dostum Tony, sənin bugünkü günündə, möhtəşəm günündə, sənin ad günündə mən sənə kitab hədiyyə edirəm. Kitab! Kitap! Yaxşı da, kitab. Özü elə al da. Tanış ol, Faik. Tony, Böyük oğlan olasan, təbrik edirəm. çox sağ ol. Özünü öz evindəki kimi hiss elə, qaqaş. Mənlidir. Çox sağ ol, Tony. Harda Seb yağdan? Gəlin çıxın da, millətə bax. Amma maşınımız xərab oldu yolda. Sən də biraz qırışdıq bu ilə. Axırda taksi zakaz eləyib taksi ilə gəldik, çıxdıq. Zəng eləyərdiniz, uşaqlardan birini göndərərdim də, gəlib götürərdilər sizi. Kimi? Baxa! Ağaç! Vay. Hiçlə. Eldəniz. Eldəniz. Qaqaş! Vay. Bu dəli Ramizin qardaşıdır. Həri.
Burada ümumiyyətlə ayıq adam var. Burada ümumiyyətlə normal adam yoxdur. Uşaqlar, istirahət edin. Mən də gəlin baxım evə. Birdən kimsə nəsə aparıb eləyər evdən. DJ, Fərri başlı mahnı qoydu, hala. Həri. Gəl, hara aparsan var? Gəl görəcəksən. Of. Hara aparsan? Gəl görəcəksən də, hə? Hara aparsan da məni? İnansan, qızları özünlə belə yerə aparanda mənə bu qədər sual vermirlər. Qızlardan fərqli olaraq mən bilmirəm sənin fikrin nədir? Ha, ayıb ha. Ağzıma gələni danışma. Get içəri. Ola keçdi, hə? Bu əsər bilirsən kimin əsəridir? Bu əsər dahi Picasso'nun əsəri deyil. Bilirsiniz qiyməti neçədir? Yarım milyon Amerika dolları. Görəsən originaldır bu. Hə, əlbəttə, baxan kimi bilinir ki, qədim əsərdir. Heç nə, indi klon paltarı giyinəcəm, düşəcəm aşağı, başlayacağım cəmaata şou göstərdi. Gic-gic suallar vermə, görmürsən çəkmək istəyirəm. Cima bəs də, olmadı ki. Nədir? Nə oldu baba sənə? Gəl bura. Əvə, yaxçıdım Cima. Nə? Yaxçı deyilsən? Gəl bura. Uzanmaq istəyirəm. Uzanmaq istəyirsən? Su istəyirəm. Dayan. Su. Dayan. Su. Sənin doğrudan bayrağın yox deyə. Əcəb otaqdır o. Bomba otaqdır. 100% Tony'nin otağıdır. Allah bilir Tony bu otaqda nə oyunlardan çıxır. Su. O bəsdir da. Gəl gedək bayrağa. İstirahət eləyək. Gör nə qədər qız var aşağıda. Su. Gözlə gətirəm indi. Mən səni eşitmək istəmirəm. Mənə qulaq as. Hə, yaxşı, mən səni eşidirəm. Biz sadəcə dostuz, sadəcə danışırdıq. İndi sən mənə qulaq as. Nə mənə yazırsan, nə mənə zəng eləyirsən. Bizim aramızda hər şey bitdi, yoxuz. Seva, belə o... Seva, yalvarıram sənə, bir dəqiqə gözlə. Sən mənə düzgün başa düşmədin. Mən səni başa düşmədim, yoxsa sən məni başa düşmədin. Seva, axı mən səni sevirəm. Sevirsən? Get, çim.
Necəsən canım? Sağ ol. Çoxdan da heç məni verilişlərə dəvət eləmirsən. Əvvəllər kinolara çəkərdin. Nə oldu? Unuttun məni? Sadəcə olaraq bir balaca baş qarışıqdı. Kino çəkərəm. Nə kinosu da Tima? Bizimkilərlə xaricilərin birgə istehsalı olan bir filmdir. Kstati, istəyirsən sənə də çəkim o kinoya? Əlbəttə istəyirəm. Problem yoxdur. Rejissoru kimdir Tima? Rejissor? Rejissor dostumdur. Kstati, buradadır bağda. İkinci mərtəbədə Tony'nin otağında. İstəyirsən, qalx, tanış ol. Castingi keç. Bəlkə bəyəndi səni, amma bir balaca halı pisdir, yorğundur. Biraz tərpətsən onu, castingdən keçərsən. Problem yoxdur. Amma Tima, mənim yanımda 2 dənə qız var. 2 dənə qız var? Lap yaxşı. Bəlkə elə o 2 dənə qız da səninlə bir yerdə həmin kinoya çəkildi. Bugün də castingi keçmə söz. Mən sizin xəcalətinizdən o birisi castingdə çıxaram. Amma müğayət olun. Narahat olma. Mən ona əsl kinonu göstərərəm. Tərpən. Əzizəm, bırak. Bunu da içək. Valideynlərin sağlığına. Hani? O valideynlərin ki, bizi bana başa çatdırıblar ki, biz 2 qardaş, 2 cancıgər, 2 dost, burada sənlə vıra. Hani? Qardaşım, azın nə oldu sənin? Eldəniz? Hani? Eldəniz? Sənə bir dənə sualım var, amma mənə düzgün cavab ver. Mən çox pis gündəyəm. Hani? Şov başladı. İndi növbə sənindir. Ay! Sən öpməliydin, şillə vurmamalıydın. Bağışla, mən oyun qaydalarını bilmirdim. Bir yol, bu dəfə bağışlayıram səni. Tima. Nə elə? Ən çox sevdiyim qız adıdır. Necə də yalan danışırsan. İndi yəqin başlayarsan. Sənin gözlərin çox gözəldir. Mən onları görəndə başımı itirdim. Ya da ki, mən səni görəndə başa düşdüm ki, sən olsan. Belə salamatçılıqdır.
Nə qədər qız aldatmısan indiyə kimi həyatında, amma düzündə? Çox. Nə qədər çox? Lap çox. Lap çox. Lap çox. Üzün də var məndən bu barədə danışmağa. Əsas oldu sənin yalan danışma. İnanmağım gəlmir. Nə əcəb görəsən belə gözəl, qəşəng bir qız. Amma yanında eybəcər, combul bir oğlan yoxdur. Nə əcəb? İstədiyim oğlan boks üzrə dünya çempionatına hazırlaşır. Hal-hazırda məşqlərdədir. Həm də kimdir məni narahat edən? Biləndən sonra ki, mənim sevgilim boksçudur. Yəqin dediklərin zarafatdır. Səssiz. İnansan sən bir bu xəbəri deyəndə ruhum bədənimi tərk elədi, yarı yoldan qayıtdı. Əslində mənə elə belə münasibət üçün oğlan lazım deyil. Mənim bəziləri kimi boş-boş silənməyə vaxtım yoxdur. Mənə elə oğlan lazımdır ki, mən bilim, mənə görə ölümə də gedərəm. Bu Türk serialları, Amerikan filmləri, cəmaatın lap başını xərab eləyib. Oğlan sənə görə öldüsə day nə oldu? Mən bilsəm ki, o məni doğrudan sevir, mənə görə ölümə də gedər, mən onu yenidən bu dünyaya qaytararam. Sənin başın qaçıb. Baxım sənin gözlərə. 100% nəsə çəkmirsən. Yox, sən Zirəddin Rızayevin qohumusan, 100%. Bəs də boş-boş danışma. Deyəm, bəlkə gerək həyətə biz gəzişək. Olar. Görəsən mənim ağıllı balam hardadır? Sən gələyim ona. Telefon. Yəqin elə nişanlımdır. Cavab vermə. Alo. Kimdir? Həkimdir. Nə həkimi? Can həkimi. Az, eşidirsən? Telefonu yəsinə ver. Sən nənəm, ay qız. Telefonu ver, Farika. Bu nömrəyə zəng çatmır. Telefoniya söndürülür. Rahat əhatə dərəsindədir. Şu kız kim? Hangisi? Şu ortada dans eden, sarı elbiseli. Diskini koy yerine! Diskini koy yerine! Tony. Ne olur? Ne IQ'du, ne panikadı? Atam geldi! Kalmışsınız. Sen istəyirsən qal, səhər gələrsən. Ben gelirim ofise. Əvəzini yoxla, sen de gel oraya. Bəlkə ora gedək. Ora? Hamının yanına. Nə var o deyim? Dəlixana deyə ora. Elə bil ki, 1 saat əvvəl sən dedin, orada ortalıqdan çıxmayam. Bir saat bundan əvvəl mənim həyatımda sən yox idin. Sima.
Qaçmaq lazımdır Cima. Niyə, nə olur? Oo, yaxşısan. Pamada, zat. Yox, qaqaş, görürəm pis yaşamırsan. Tony'nin atası itlərlə gəlir. İtlərlə? Həri, itlərlə gəlir. Amma mən tək deyiləm, qızlanam, tanış ol. Nailə. O? Nailə. Nailə. Məcnun. Nailə. Eşidirsən məni? Sən deyəsən məni düz başa düşmədin. Tony'nin atası itlərlə gəlib, hamı qaçıb. Nailə. Bir dənə biz qalmışıq, qız da yəqin qaçıb. Eşidirsən məni? Mən qızsız, heç yana gedən deyiləm. Mən getdim, gəlirsən gəl, gəlmirsən gəlmə. Nailə. Ay Nailə. Ay gözlə, hayır. Boss. Bəlkələ. Sizin oğlunuz uşaqlara qoşulub qaçıb. Necə yəni qaçıb? Hara qaçıb? Bütün 25 yaxtadın kələ. Getdin! Boss. Bəlkələ. Həmişə gizləndiyi yerlərə də baxmışıq. Odur yoxdur. Maraqlıdır. Görəsən bu Tony məndən niyə qaçır axı? Boss. Çünki Tony bilir ki, siz onu tutsaz, qulaqlarını kəsib itlərə yem eləyəcəksiniz. Bax, bunu mən bilmirdim. Boss. Bir də ki, sizin həyətinizdəki itlər bir dənə qız tutublar. Qız? Getdin qızı gətirdin, gəldin. Qaç gələ. Boss. Kələ. Bir anda başqa problem olduğunu deməliyəm sizə. Tony 100% biləcək də qız kimi, onun bağındayıq da. Tony! Necəsən? Haradasan? Məzələnmə. Səslə. Bizim bağda mən bir dənə qızla tanış oldum. Yadıma gəlir, orada baxışırdıq oyna. Eşitmirəm heç nə. Amma çox qəşəng qız idi. Mən getdim, onu dalıcan. Eşitmirəm. Amma mən onu tapmalıyam, başa düşürsən? Bağda kim var idi, hamı buradadır. Gələm ora. Eşitirsən məni? Bizdə maşın yoxdur, yo. Ola sən maşından birini götürək. Lübboy maşın götürüb mənliydi. Öpürəm. Getdik. Ara. Ara. Sens kluba. Orada nə var? Ama bir bağda kim var idi, hamı oradadır. Tony, değil mi, hamı? Belə tez, Timo. Böyle tez deyəndə ki, sən necədir söhbət? Hamı Tony'nin atasından qorxur. Tony'nin atası mafya başçısıdır. Deyilənə görə Tony'nin atası bir neçə dəfə Tony'nin dostlarını tutub, onların qulağını kəsib itlərə yem eləyib. Bu informasiyanı sən mənə indi verirsən? Sən başa düşürsən ki, mən bu informasiyanı sənə qabaqcıdan desəydim, sən mənlə bağa gəlməyəcək. Getdik. Gələksəniz qula. Mənim Yaponiyadan aldığım qədim suvenir. Və auksyondan yarım milyona aldığım Picasso'nun şəkili. Gələ! Diqqətlə mənə qulaq as. Gedirsən. Onları tapırsan.
maşını otuzdurub gəlirsən. Yoxsa qulağın divarda asılacaq. Eşitdin? Get. Tez və sakit. Get. Baş üstə. Get. Boz. Get. Sakit. Get gələ. Uç gələ. Uç gələ. Picasso. Timam, birdən maşın Toninin atasına nə oldu? Ha, olsun da. Toninin atası maşın söhbəti eləmə. Həs alıram tarix əsərlərlə. Amma olar sizin ən xoşunuza gələn maşını qaçadıblar. Kabriolet. Ən xoşuma gələn maşın kabriolet. Kələ! Tez, onları tapıb gətirirsən bura. Tez, sakit. Gətirib gəlirsən bura. Getdin! Axşamın xeyir xalamam. Axşamın xeyir. Mənim xalam oğlunun gecənin aləmində keyfi. Salamatçılıqdır. Qardaş, mənim adım Dəyanət Didanko deyirlər. Özüm də 25 ilə yaxın Sovetskidə yaşamışam. Sonra gəldilər, sökdülər, uçurtdular, dağıtdılar, bizi də köçürtdülər, qıraq elədilər. Bir ağlamdı gələndə sumkamı, kaşlokmu, telefonumu, sigaretimi, pılımı, hər şeyimi oğradılar. Avtobusda? Hər avtobusda. Səndə sultan 20 köpük yoxdur Sumqayıtı gedir. Qaqaş, yalan olmasın, mən sənin şəhərdə 20-30 dəfə görmüşəm. Hər dəfə mən səni görəndə sənə 20 qəpik verirəm. Məndən başqa da əhalinin yarısı hər dəfə görəndə sənə 20 qəpik verir. Qaqaş, sən bu 20 qəpikləri çoxdan yıxsaydın, özür də bomba maşını almışdın. Gələ biraz, öpürəm. Sağ ol, xalam.
Niyə? Çünki hər dəfə mən səninlə harasa gedəndə bizim başımıza 1000 dənə oyun gəlir. Bezmişəm, mən gedirəm evə. Gəl belə eləyək də. Axırıncı dəfə gəlsən mənimlə, kömək eləyirsən qızı tapmağa. Qızı tapırıq, mən qızı götürəm, gəlirəm öz işimlə məşğul olmağa. Sən də maşını götürsən, gəlsən şəllənməyə. Söz? 100%. Gəl, gəl də, gəl. It's been a minute since we expressed ourselves. Tony'ye zəng edeyim. Ne oldu? Eşitme deyəsən. Burada Tony'yi tapma problem oldu. Ben de Tony'yi tapma problem olmayacak. Ama bak problem oldu. Tony, vəziyyət necədir? Bomba kimi. Tony. Fərhad. Tony, Fərhad. Ayıb da. Tony, bir bağda tanış olmusunuz. Doğrudan Tony, sən Atom bağda niyə belə elədin? Duxun var, gel atama verdi o sualı. Sən oğlusan da, ona görə səndən soruş. Mən onu oğlu ola onunla söhbət eləyə bilmirəm. Nəşin nə ay Tony? Oyla danışanda adamı vahimə basır. Hər dəfə şalvarıma batıram. Belə olmaz axı, mənim 26 yaşım var. 26 yaşlı oğula belə bir şey yaraşmaz axı. 26 yaşlı oğlana qaçmaq yaraşır səncə? Timad, sən axı özün bilirsən mənim atam kim olub. Mən yaxşı bilirəm sən aton kim olub. Əsas o indi aton kimdir? Nə bilməyim, bax da bura, dönəymişsən. Klub, diskoteka, nə bilim, bağ. Bu söhbətlər bezdirib o kişini. Bırax geçsin bunları. Otur kişi ilə söhbət elə, məsləhətləş. Yaşadı həyatında, nə də olmasa atomdur. Atamdır? Axırıncı dəfə mənə söz verdi ki, mənə tutsa. Qulaqlarımı kəsib itlərə yem eləyəcək. Mən isə bu qulaqlarımı çox sevirəm. Mən bu qulaqlarımdan mahnıya qulaq asıram, mahnıya. Bu qulaqlarım olmasa mən daha heç də niyə yaşayıram? Bax da Tony, özün bilən məsləhətdir. Sən nə olmuşdu bayaqdan? Telefonumu tap-batarab partladırsan. Nə olmuşdu? Nə qız, nə bir şey, nə başa düşmürdüm sən. Bir yaxşı bağda olanda, dən qızla tanış oldu. Çox xoş. Atom gəldi, bizi təmtəraqlı şəkildə yola saldı. Çıxdıq, getdik. Dağıcanda da qızı bitirdim, qız yoxa çıxdı. Variant yoxdur, qızı tapmalıyam Tony. Adı nə idi bəs? Nailə. Nailə. Bəlkə Namiq? Yox, Ağa Mirzə. Nailə. Eşidirsən mən? O qızlardan deyil də. Sən başa düşdüyün o qızlardan. Yaxşı qızdır, çox yaxşı qızdır, başa düşürsən. Nə oldu ala? Heç bir saat olmadım bağda. Bir saatın içində başa düşdün ki, qız onlardan döyürdü, yaxçı qız idi, belə döyürdü. Necə olur bu? Amma belə olur. Mənə 5 dəqiqə də bəs eləyir ki, mən qızla söhbət edeyim, başa düşüm qız yaxçı qızdır, yoxsa yox. Vurulub eləyərsən bir də xəbərimiz olmaz. Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyəri? Heç. Biraz ciddi olaq, ağır aparaq özümüzü, yəni 26 yaşlı oğlan, səni göndərəcəm olimpiyadaya, qaçacaqsan.
Sən də bir kəlmə deyirsən, sonra soxub gəlirsən. Diyan da 5 dağıda. Variant yoxdur, Tony. O bizi tapmaq lazım. Yerin altından da olsa sən onu tapmalısan. O yaxşı, narahat olma. Mən neydi? Mən neydi? Getdin. Tez elə də, burada biz ölməyək daha. İşidirsən? Biz neyniyək? Biz də gedək axtaraq? Yox, nəyə qeyb axtaraq? Tony qeyb tapacaqdı onlar. Yerin altından da olsa onu tapacaqdı. Onda elə belə oturaq burada gözləyək. Elə belə niyə? Bobby! Yox. Nə yox? Bobby! Çünki hər dəfə biz o Bobby'ni çəkəndə bizim başımıza 1000 dayan oyun gəlir. Çalsa, dəyməz. Eşitdim. Hep kimse çekiyor. Kimse çekiyor. Kimse çekiyor. Kimse çekiyor. Kimse çekiyor. Teyide bakarken kim çekiyor? Boz. Həmin uşaqları gətirmişəm. Sözlüdlə, bizi buna nəyə görə belə təmtəravi şəkildə gətirmişsiniz, hə? Qayday, biz Tony'nin dostlarıyıq, özgə adam deyirik. Gətirdiyim suverini qıranda dahi Picasso'nun əsərini körləyəndə özgəsi deyilmiş. Hayır, sen diyorsun bizi kimlərsə səhv salırsan. Biz həminki uşaqlar deyilik, sən yəqin bizi başqaları ilə səhv salmısan, 100%. Mən özüm misal üçün incəsənət adamıyam. Mən də gənc meymaram. Bizlik deyil, hayır. Sən ihtiyar balaca. Dayday, bırak gedək də bizdə. Bizlik deyil, biz belə uşaqlar deyilik. Başa düşmürsən, nəsə? Bizim belə şeylərlə aramız yoxdur. Biz heç kimi pisliyə etmək eləməmişik. Düzdürmü o? Düz deyir, Dayday düz deyir.
üstündən? Ha, mən hərdən bilmiyorum o Picasso'nun əsəridir. Ozumu çiynəmişdin. Sən xəstəsən. Stop! Uşaqlar, problemi həll etmək lazımdır. Sən bizə dinlə nə qədər pul eləyir bu? Biz dost tanışdan, qohum əqrəbədən atışıb, sən pulunu verib bağlayaq da bu söhbəti, hə? Necə baxırsan? Pul? Pul. 3, 5 və yaxud da ki 10. 1000? Milyon. Milyon. Milyon, hə? Aa, mən milyonu sən harada axırızdıra görmüşəm. Kaspik kinosuna baxmısan, orada axırda pullar tökülüyor göydən. Bax, orada görmüşəm pul. Nə milyon, ha kişi, nə milyon? Nə danışırsan sən? Mən heç milyonu yaxından görməmişəm, İstəyirsən, ona bu qulaqlarımı kəs, itlərə yeməli. İstəyirsən, mənim burnumu kəs, bir dənə belə duz qabı elə evdə istifadə elə. İstəyirsən, öldür məni. Fərqi yoxdur, pul yoxdur. Milyon nədir, ha? Milyon yazdır. Milyonun var mı verməyə? Məndə yoxdur, öldür məni. Gedə bilərsiniz. 100%. Gedə bilərsiniz. Bax, belə gedə bilərik. Bəli, multifilm. Gedə bilərsiniz. Sağ ol, dayda. Mən bilirdim sən belə yaxşı mafiyozyorsan. Sağ ol, dayda. Oy! Hey! Heç nə olmaz. Sizin yerinizə borcunuzu dostunuz bağlayar. Nə? Dayda, bir anda dayda. Bəsdir. Mındaçılıq eləmə, eşidirsən məni? Gəl belə eləyək də, dostlarımızı qatmayaq bu söhbətə. Mən biləm sən kim deyirsən, Tonyin deyirsən, öz oğlunu. Gəl onu qatmayaq bu söhbətə. Olar? Kələ! Eşidirəm, boş. Gətir. Başqa, boş. Ay Nailə. Uşaqlar, sizin pulunuz lazım deyil, gedə bilərsiniz. Lazım Gəl belə deyil. eləyək də, eşidirsən mən? Gəl, qızı buraxaq. Nə işin var bizlə? Söhbəti bizlə elə. Olar? Bizlə deyəndə ki, həm də bizimlə. Alınmayacaq. Ona görə ki, siz Yaponiyadan gətirən suveniri zibil eləmişsiniz. Dahi Picasso'nun əsərinin Dayda bildiyi də bu anlamsında. Gəl uzatmayaq. Geç mətləbə. Siz mənə 2 ziyan vurdunuz. Sizə 2 tapşırıq var. Əgər yerinə yetirsəniz, buradan çıxıb evinizə sağ-salamat gedirsiniz. Yox, əgər razılaşmasınız, yerinə yetirməsəz, o gözəl qız səhər tikə-tikə edib itlərə verəcəm. Eşidirsən mən, dayday. Gəl, yaxın gəl. Əgər Nailənin başından bir dənə tük əskik olsa, şəxsən mən özüm səni tikə-tikə doğrayıb, sən bu kələmvə yem eləyəcəm, bildin mi? Heç işte, heç kəsə heç nə eləməyəcək. Dayday, ver tapşırığı, çıxar gedək işimizi görək. Yaxşı. Bu yaxınlarda bir ağsaqqalın evində qonaq oldum. Ağsaqqal, bir qiymətdə razılaşaq. Nə deyirsə, bacı oğul? Sənin bu ərazin mənə çox vacibdir. Bu evi söküb yerində böyük istirahət kompleksi tikəcəm. VIP otaqda sənin üçün addellə. Lazım deyil, sənin pulun mənə bildin. Başına dəysin, bağışla. Keçər başına. Bu nə də qoymursunuz, evimizdə rahat oturaq. Biri gəlir, biri gedir, biri gəlir, biri gedir. Evini sat mənə. Göy, mən bunlarla müqavilə bağlamışam ki, qocalandan sonra gəl, evimi sökün, mən də gedim, çamadanlarımı götürüm, veşgüşümü götürüm, az neysə əjdahanın yanında dayanım. Sakitləş.
Sakitləş. Gəl belə eləyə, tərsi eləmə. Eləmə tərslik. Qupçu arladı. Nə? Evin qupçası. Qupça? Sən deməli qupça lazımdır. Gəl bura. Gəl gedək bacıoğlu, bəri gəl. Bəri gəl. Müəllimlər. Qursan, qupçanı qal. Al, bax, bu da qupça. Bildin? Ha, sən bunu aparmaq istəyirsən, hə? Bir dəqiqə. Bax, belə. Qupça istəyirsən? Bax, gəl o qupça. Bildin? İndi oğul istəyirəm bu haçarı. Məndən oğurlayıb apara bilsin, hə? Sən getmirsən bizlə? Yox. Köpek! Köpek! Yesin!
Ne gülürsən ha? Sür getdin ha? Mən necə oturum? Ay. Bək deyil. Bək deyil də söz deyil. Gözüm ağırsan ha? Kupçağını. Ayda. Ay Nailə. Hadi ya, da gel yapar mısın ya? Gəl kupçanı. Gedər. Doğrudan. Doğrudan. Kələ! Götür qızı keç ora. İkinci hədəf kişi deyil. Kişi deyil? Qadındır. Ha. Cavan oğlanlar çox sevir. Hətta onlar apar evinə, səhərə qədər əyləndirir. Şəkil çəkməyi də çox sevir. Şantajı sevir, həm də xoşlayır. Dünən mənə zəng eləmişdi. Qolaq as mənə, keçəl. Məndə sənin şəkillərin var. Əgər sən mənə 100.000 manat verməsən, mən sənin şəkillərini Facebooka və Instagrama qoyacağam. Yaxşı. Sən qorxmursan ki, mən səni öldürərəm, hə? Sən məni? Ты, кажется, меня плохо знаешь. Я очень опасная женщина. Жду деньги, Кетчаль. Gedirsiniz. Şəkli gətirib gəlirsiniz. Dayday, lüt şəkillərdir. Ağılva gələni danışma. Gedirsən, şəkli gətirirsən, qızı aparıb gedirsən evimdən. Yox, getmirsən. Rədd olub gedirsən. Ağıllı ol ha. Ancaq şəkillər, dayday. Ancaq şəkillər. Dayday, bayaqki yatmışdı, problem olmadı. Bu səfərki yatmasa necə olacaq? Problem deyil. Mən onun başını qatıram. Sən cigib şəkilləri götürüb qaçırsan. Necə qaçacaqsan ən başına? Görmürsən nə deyir? Təhlükəli qadındır. Əsas odur ki, cavan oğlanları çox sevir. Xoşum gəldi səndən, xoşum gəldi. Yaxşı, uşaqlar, vaxt itirməyin. Gedin.
Mən özümə cavan oğlan sifariş etmək istəyirəm. Polis? Maraqsızdır. Həkim? Yox, maraqsızdır. Pajarni? Yox, o da maraqsızdır. Özünüz kimi məsləhət görürsünüz, onu göndərin. Sağ olun. Так быстро? Xanım, pizza sifariş eləmişdiniz? Ay. Baxım sənə. Ay! Ay! Xanım, pizza soğuyur Dadına bax. Dadına baxın. Biz bundan korkurduk bir yandan. Daydan lop yola. Bas. 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 Bas, bas. Bas. Hə, o şəkillər səndə qalsın. Məndə qalsın itəcək. Eşidirsən mə? Şəkilləri götürdük, aparırıq, veririk, qızı götürürük, çıxırıq evimizə, eşiyimizə. Bu gecə də belə qutardı. Mənim nəsə gözüm su içməyə bu işdən Faiq. Cima. Mənə elə gəl ki, biz hələ bir şəkillər görmüşük ki, bu bizi hələ belə boş bıraxmayacaq. Sən inansan ki, biz bu şəkillərdən sonra bıraxsan. Mən də elə heç inanmam. Gələ! Ay gələ! Taxla! Taxla maşını gələ! Ya. Boş deyil ki, saxlamaq olmaz.
Gələ ölürəm mən, ayaq yolunu istəyirəm, başa düşürsən? Ha dedim olmaz da boss dedi ki saklama. Boss dedi ki saklama, bəs boss demədi ki mən neyniyim burada, hə? Nə deyirsən? Ay, Mənim ağzımı əyimə. Yaxşı. Boss dedi ki olmaz, deməli olmaz. Yaxşı, ay. Kələ! Bu maşın kimin maşındır? Bossun. Onda mən hələ maşına boss eləyim də, hə? Yox, bir dəqiqə saxlamasan, mən burada hamısını bir saat işimi görəcəm, söz. Qulaq gözəl. Sənin bu şən günün gəlməsin, sənin bu gözəl saçlarını kəsib özümə parik edəcəm. Məsləhətdir, məsləhət. Gəl şəkillər. Day 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 necəsən? Çox gözəl. Bravo uşaqlar, bravo, əssən sizə. Halaldır, mən sizə inanırım. Ay, ehtiras ver mənə. Ay, oy, uy. Mən belə başa düşdüm ki, siz artıq şəkillərə baxmısınız. Day, bəs biz hardan biləydik ki, şəkillər sənindir? Açmalıydıq da. Aydındır. Aydındır. Bax, bununla siz ən böyük səhvə imza atmışsınız. Bu da son. Hər həfzə bir arzu. Cəhənnəmdə görüşənədək. Nə olub Ciman? Nə qışqırırsan? Ayıldın deyəsən. Mən ölmüşəm. Əri, ölmüsən. Hal-hazırda doğru dünyaya sərhədi keçirsən. Mənim pasportum yoxdur axı. Nə pasport ay Ciman? Bir özünə güzgüdə baxmısan. Siz beni bağışdınız? Başa düşmədim. Biz benim küsmüşdük ki. Ciman, nə danışsan sən? Biz küsmüşdük bə. Bəs Tony'nin atası? Nə Tony'nin atası? Bağlı ailə. Nə bağlı ailə? İşdirsən mən, sən oynamaya təkliyi də qoy, mən də gəlim. Nara? Hacım. Yadda saxla. Farik, sənə doğrudan da çox istəyir. Mənə inana bilərsən. Mən onu bilirəm. Onda sən də ona denən ki, mən də onu çox istəyirəm. Yaxşı? Davay. Özünə yaxşı bax. Ciman, nə olub? Nə danışsın? Mənim siz küsməmişdiniz? Niyə küsməliydik ki biz?
Bağdakı qızlar, yadıma gəlməyin. Nə qızlar? Dəli olmusan Cima? Mən heç nə başa düşmürəm. Necə başa düşmürsən? Yadından çıxıb Cima. Biz səninlə ikimiz ayaq yolunda çəkirdik. İki tüstü mən atdım, iki tüstü də sən. Yıxıldın başın değdi divara. Və durdum ayağa. Həri, buralarda oldurdun ayağa. Ne də sönmüsənsə indi ayılmısan. Bəs mənə güllə ilə vurdu axı Toyun atası. Güllə ilə? Sən nə danışsan? Sən başın doğrudan da bərk deyib Cima. Belə çıxır ki, bu hamısı mən yuxuda görmüşəm. Nə görmüsən yuxuda? Sən bilməsən yaxçıdır. Elə bir Amerikan kinosundaydım. Hamısı da iki tüstüyə görə. Mən axı sənə deyirdim, gəl çəkməyək. Hər dəfə çəkəndə bizim başımıza cürəbəcür oyunlar gəlir. Düz deyirsən. Mən bir də qələt eləyərəm, nəsə çəkərəm. Heç inanmağım gəlmir də sənə Cima. Heç. İnana bilərsən. Mən səninlə razılaşıram. Sən düz deyirdin. Narkotik heç kimin axırını yaxşı gətirməyib. Məncə çəkməklə yaxud da başqa işlərlə axırımız yaxşı olmayacaq. Stop. Bəsdir. Olar dediklər video çəkəyim. Lazımdır. Sənin başımı tez-tez deyəsən divara vurmaq lazımdır, ağlın gəlsin. Belə vardı o. İnansan, ən çox yuxuda sənin nəyə hesabləşirəm? Bir dənə qızı sevdim. Qızı da itirdim. Sən sevdiyin qızı ola bilməz. Səni bir yuxuda vurulmusan da, toyzad oldu ya axırda. Toy olmadı. Axırda Tony'nin papası güllə ilə vurmaq istəyirdi onu. Mən də sinəmlə qabağını kəsdim. Yox əşi, sən Amerikan kinosu görməmsən. Sən əsl Hind kinosundakı qəhrəmanlar kimi oynamısan. Qəhrəman. Mən sənə söz verirəm ki, mən bir də çəkməyəcəm. Papi! Yox. Görək də sözümün üstündə dura biləcəksən ya yox. Mən gedim, sən də özündən müğayət ol. Bir şey lazım olsa zəng elə. Sağ ol Faik. Sağ ol. Yaxşı yadıma düşdü. Burada bir dənə qəşəng həkim var. Əsl səni xoşladığın qızlardandır. Gör nə inirsən. Sağ ol Faik. Sağ ol. Sabah gələcəm. Sağ ol. Sweet in the morning. Oh Lord, it's sweet in the morning. İndi növbə sənindir. Saməkim gedək. Saməkim. Bir şey var. Qaraj, bu şey başqa şey ya. Bobby. Ura bakır, her gün yeni şey, eynidir her şey. Bakır, akşamüstü gel şehirde görüşey. Her gün yeni şey, eynidir her şey. Bakır, imkan vermir bizde değişey. Ura bakır, ura bakır, ura bakır, ura bakır. Açıldı səhər, mən ayağa durdum bir dəhər. Cibdə 5-10 manat qalıb bəlkə bugünün məbəsində. Dəyişilməzdi bu əkidə, necə gəlibdi elə də gedə. Sifətdən yağır zəhər, əsəbdə yenə gedir hədər. Bu şəhər oyunduza zər ataq, rəng qataq. Dur həyatını reysə sal, raqqadak, şaqqadak. Hər şeyi var qız adı, rüşvət deyil şapqadı. Şap elə bilir şupdadı, şup elə bilir şapdadı. Şap elə bilir şupdadı, şup elə bilir şapdadı. Nə şapdadır, nə şupda, yaman taraf durubda. Şap elə bilir şupdadı, şup elə bilir şapdadı. Nə şapdadır, nə şupda, yaman taraf durubda. Bobby. Ura bakır, her gün yeni şey, eynidir her şey. Bakır, akşamüstü gel şehirde görüşey. Her gün yeni şey, eynidir her şey. Bakır, imkan vermir bizde değişey.